Quba rayon sakinləri özünü məşğulluq proqramındakı növbə gözləntisindən narazıdır. Aylarla malqara alacaqları, gümanları artıq illərin tükənən həsrətinə çevrilən sakinlər bu proqramın Quba rayonu ərazisində olan icraatındakı növbəlilik prinsipinin şəffaflığına şübhə edirlər. Rayonun Zərdabi qəsəbə sakinləri Mütəllimov Şakir Zakiroğlu və Qafurov Rəşid Rəşidoğlu bu istiqamətdə qarşılaşdıqları problemləri Sevin Taymaza danışıb. 2021-ci ildə məşğuliyyət idarəsində, məşğulluqda qeydiyyatdayam. 3 ildəki orada qoyunçuluqla bağlı müraciət eləmişəm. Hər dəfə gedirəm, gah 80-cı adam deyirlər, gah deyirlər 200-cü adamsa. Axırıncı orada qışda getdim. Oranın müdürü Cəfərin otağına birtəhər daxil oldum, növbəyə girib. Dərdimi dedim ona. O mənə dedi ki, 300 ver, səni qabağa salaq da. Yəni, bilmirəm də nətər eləyək, nə cür eləyək. Mənə kimi o qədər oğlanlar var ki, o qədər kasıb oğlanlar var ki, orada gedirlər aylarla, illərlə. Kimi gedirsən, kimi dindirsən deyə pul verdim, atdılar mənə qabağa. Bu nətər olur? Müdür özü sizdən istədi bu? Müdür özü bağlamaqla belə elədi ki, 3 dənə versən atsınlar da qabağa. Bu nə vaxt olur? Qış aylarında. Siz niyə vermədiniz 300 manatı? Niyə verim ki, bu prezidentimiz bizə bu cür şərait yaradıb, bu cür məşğulluq idarələri yaratıb, prezident fərman verib. Niyə verim ki? 300 manat mənim üçün belə qoyunlarımın birini artıraram, qoyunumda nəsə alaram da elə. Niyə verməliyəm ki? 3 il gözləmişəm, biraz da gözləyərəm. Neyniyim ki? Şirinlik istədilər ki, qabağa atmaq üçün. Şirinliyə. Mən belə deməyim ki, mənə pul ver. Şirinliklə verəcəklər, sən malı bu qabağa atacaqlar. Növbədən kənarda? Hə, növbədən qabağa atacaqlar sən növə. Şu qabağa atacaqlar. Mən gözlə qalmışım, o gözləyən bu gözləyən. Məsələ ilə əlaqədar olaraq Dövlət Məşğulluq Agentliyinə ünvanladığımız informasiya sorğusuna cavab olaraq qurumdan redaksiyamıza təqdim edilən cavabda Quba rayonunun Zərdabi qəsəbəsinin sakinləri Mütəllimov Şakir Zakiroğlu və Qafurov Rəşid Rəşidoğlunun özünü məşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmək üçün qeydiyyatda olduqları təsdiqlənib. Belə ki, Şakir Mütəllimov 01.04.2025-ci il tarixində özünü məşğulluq proqramına cəlb edilmək üçün müraciət edib. Müraciətinə əsasən maldarlıq təsərrüfatı istiqaməti üzrə mal və materiallarla təmin edilmək üçün növbədədir. Həmçinin Rəşid Qafurov da 15.09.2023-cü il tarixində özünü məşğulluq proqramına cəlb edilmək üçün müraciət edib və qoyunçuluq təsərrüfatı istiqaməti üzrə mal və materiallarla təmin edilmək üçün qeydiyyata alınıb. Diqqətinizə çatdırırıq ki, özünü məşğulluq proqramının icrasında növbəlilik prinsipi tətbiq edilməklə proqrama cəlb edilmək üçün müraciət edənlər arasında bir sıra imtiyazlı kateqoriyalara aid olan şəxslərə üstünlük verilir. Bununla bağlı olaraq növbəyə götürənlər arasında scoring balı müəyyən edilir. Şakir Mütəllimovun hazırki scoring balı 82, Rəşid Qafurovun scoring balı isə 100-dür. Mövcud reyestr üzrə isə onların balından daha yüksək scoring balı olan şəxslər növbədədir. Ona görə də bu scoring balları üzrə növbələri çatdıqda hər iki şəxsin mal və materiallarla təminatı həyata keçiriləcək. Filial müdürünün hər hansı qanuna zidd hərəkətlərə yol verməsinə və o cümlədən rüşvət tələb etməsinə dair hər iki vətəndaş tərəfindən səsləndirilən iddialara gəlincə, bildirilir ki, agentliyin fəaliyyəti şəffaflıq, obyektivlik və qanunun alilik prinsiplərinə əsaslanır. Səsləndirilən iddialar müəyyən faktlara əsaslanmalıdır. Lakin filial müdürünün hər hansı qanuna zidd hərəkətlərə yol verməsi iddialarının heç bir fakta əsaslanmadığı müəyyən edilib.